Gıda sektöründe problemi var. Xərçəng xəstəlikləri inkişaf edir Azərbaycanda. Yağlardır bunlar, spiret yağları görürsünüz. Yazır ki, inək şəkilləri, nə bilim, yazır ki, natural yağdır və s. Bitki yağının mənşəyi məlum deyil. Əksər hallarda palma yağı qarışdırılır. Lakin xaricdən gələn və yerli istehsal bu cür spiret yağlarda yazır ki, bitki mənşəli yağ. Hansı yağdır? Qarışdırılan trans yağlar insanlara zərərli olan yağlardır. Hansı əllərinə daha bərk gəlsə, duz satır və ölkədə paradoksal haldır ki, kiloqram 19 manat olan yotsuz duz, qanunun qadağan elədiyi duz satılır. Əhali bunu daş duz kimi, Ukrayna duzu kimi alır, lakin Ukraynadan gətirilmiş duz deyil, təsadüfi göllərdən yığılmış duzdur. Kiçik bir temperaturda bu donubdur. Öz-özünə boşalıblar. Bu isə dietik çörəkdir, güya bal. Üstə yazır təbii bal. Bax bu Gədəbəydə kimsə bunu Gədəbəyli istehsal edir. Ancaq balla heç bir əlaqəsi yoxdur. Çox məşhur bir firmanın suyu içərisində naməlum hissəciklər üzür. Onu dövlət orqanında işləyən bir nəfər gətiribdi. Oradadır, bax o həmin şampundur, bax bu şampun. Deyir ki, bundan yudum gördüm, gözümü göynədir möhkəm gözümü. Başa düşdüm, su filtrçiləri deyilən böyük insan qrupu bazarda bu qədər sirap suyu var. Yaxşı, Qida Təhlükəsizliyi Agentliyi və müvafiq dövlət orqanları nə üçün bunu təqib eləmir? İstehlakçıları aldatmaqda birinci yerdə dayanır Kontaktom və Bakı Elektroniks, İrşad Telekom. Keyfiyyət məsələsini heç bir dövlət orqanı nəzarət eləmir. Puldan ötürü hər şey eləyirlər.